Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu bir neçə xəbərlərimi deyib keçəcəm canlı yayıma. Ancaq əvvəlcə reklamımızı edək. Bəli, bizim partiyamız yoxdur. Bizim təşkilatımız yoxdur. Biz bizəyik. Göydə Allahımız, yerdə məzlum xalqımız və onlarla Qabilin sevgi bağı. Və salam. Gördünüzmü Türkiyədə? İranda nə oldu? Xalq qalxmaq üçün təbliğatını əskinazlar, pul əskinazlarının üstündə yazdılar. Bundan əlavə, deyələmərəm, Türkiyədə götürün. Nə oldu? Gördünüz, Erdoğan'ın partiyası və MHP'ye ait bütün nə varsa mağazasından, petrol istasyonundan tutun, hər şey nə oldu? Hər şey boykot olundu. Vəssalam. Değerli vətənlərim, boykot etdilər. Gördünüzmü nə vəziyyətə qaldılar? Bir ayda, bircə ayda Türkiye 150 milyar ziyan eləyəcək. Değerli vətənlərim, demokratiya üçün elədilər bunu. Diktatura yaranmaması üçün. Görürsünüz, hər yerləri çəkiblər, bombalan boşdur, bircə nəfər də yoxdur. Görürsünüzmü? İndi Qabil yeni hərəkat başlattı. Dünənlər artıq mənə çox saylı insanlar çəkiblər. Deməli, nə edirsiniz? Qabilin canlı yayımı, mənə dəstək verməyinizi istəyirsiniz, eləmi? Deyirsiniz, sabah deyəcəm, Qabil, səndən ötəri sino gedirdim, səndən ötəri ölürdüm. Əlbəttə ki, aydın məsələdə ölkən prezidenti mən olmalıyam. Olmasam da, xalqın bu boyda sevdiyi Qabil Türkoğlu, xalqın səsi kimi desə o da olacaq. Kimin təbliğatını aparsaq o da olacaq. Elə deyilmi? Elədir. Ona görə deyələmədələrim, mənə dəstəyinizi ifadə eləməyin bir yolunu da deyirəm sizə. Mənim partiyam yox, Xalq Cəbhəsi kimi və başqa nəyimsə yoxdur təşkilatım. Sizdən xahişim nədir? Bütün manat əskinazlarının üstünə, İranda da el elədilər. Manat əskinazlarının üstünə ancaq Qabildən irəli yazırsınız. Ancaq Qabildən düzünə, Qabildən irəli. Vəssalam, dəstəyinizi belə ifadə edirsiniz. Amma birdən vaxt keçəndən sonra eləyərsiniz. Onu nəzərə alaraq, məni allatmamağı nəzərə alaraq, mən hər çıxışımı haçan eləyirəm, onu bilirəm. Mənim canlı yayımım gedə-gedə, bax efirdə, YouTube'da canlı yayımımı göstərirsiniz ki, canlıdır. Sonra da Qabildən irəli, Qabildən düzünə yazdığınız pul əskinazlarını göstərirsiniz. Bax beləcənə. Dəyərli həmvətənlərim, 100 əskinaza, 100 pul əskinazına yazana 10 min, 1000 pul əskinazına mən gələnə qədər gedir söhbətdə. Yəni mən gələnə qədər 100 əskinazın üstünə yazan 10 min, 1000 əskinazın üstünə yazan 100 min hədiyyə ilə ödüllendiriləcək. Burada məqsəd nədir? Milli olmayan, anti-milli rejimi Azərbaycan işğal altındadır. Onlara qarşı bir mübarizə aparıb, mənim yanımda olmaq, məni ilə həmrəy olmaq, bu deməkdir, haqq səsini çıxartmaq deməkdir və deyərli vətənlərim, mənim təbliğatımı aparmaq deməkdir. Və ona görə ödüllendirəcəyik. Sonra demədi deməyin, söyləmədi deməyin. 15 gündür dedim ki, məhkəmə, ölümünə məhkəməyə getməliyəm. Və 15 gündür dedim ki, təhlükəsizliyim üçün maddiyata ehtiyac var. Cəmi cümü 850 manat, 400 euro civarında pul yığıldı 15 günə. Hələ məni kim adama? Qardaş, pul köməyi eləmirsən, meydana çıx deyirəm, meydana çıxmırsan. Meydana çıxmırsan. Zaten zaman gələndə düymə basılanda görəcəksiniz necə çıxacaqsınız, necə meydan hərəkətlənəcək. Meydana çıxma, sosial şəbəkələrdə dəstək vermə, maddiyatın imkanın varsa, siyasi fəallara, blogerlərə maddi dəstəkdə bulunma. Qardaş, əskinazların üstünə yaz deyirəm, Qabildən irəli, onu da eləmə. Və sən nəyə lazımsan? Sabah yaxşı yaşayacaq, sən necə deyəcəksən ki, mənim də bu şorbada duzum var? Etmə də, mən bilirəm ki, İlhamı bu yaxında yola salırıq. 100% əmin ola bilərsiniz. 100%. Əzəm vətənlərim, dəyərli soydaşlarım, deməli, bu mənim reklamım idi, biraz uzun çəkdi. Getdik. Bəylər Əyyubov 3 gündür Bəylər Əyyubov dirildi. Necə deyərlər, Devlət Baxçəli kimi Bəylər Əyyubov da xortdadı. Amma halı yenə yaxşı deyil. Bir onda gördü ki, Bəylər Əyyubov Mehriban Əliyeva vəzifəyə təyin edib Fuad Əskərovu. Vəzifə əldən gedir, bəylər görüb ki, vəzifə əldən gedir. Təcili olaraq işinin başına dönüb
yenə də dəhşətə gəlib görüb ki, Fərid Əsgərov əməlli başlı yer dəyişimi edib Bəylər Əyyubovun bəzi adamlarını tullayıb qırağa. Bəylər Əyyubov prezidentə deməyib, çünki prezidentə deməyin mənası yoxdur. Mən qayıtdım, mən işin başındayam, daha tam sağlamam. Çünki prezidentin təhlükəsizliyini Mehriban Əliyeva təmin eləyir. Artıq təhlükəsizlik xidməti birbaşa ştat dəyişikliyi Mehriban əlindədir. Və dəyərlənmədənlərin belə olan təqdirdə Bəylər Əyyubov özü dirəşməyə çalışıbdır. Deməli, dünən yox sarığa gün Almaniya prezidenti Heydər Əliyev mərkəzinə gələn zaman Bəylər Əyyubov daha doğrusu Fərid Əsgərova, Bəylər Əyyubov Fərid Əsgərova deyib ki, prezidentin arxasından mən getməliyəm. Çünki Bəylər Əyyubov bilirsiniz, yaralı idi, vəziyyəti yaxşı deyildi. Həmən vaxtı Mehriban Əliyeva Fərid Əsgərovu təyin eləmişdi. Dəyərli vətənlərim, Fərid Əsgərov da bir balaca etiraz eləyib, deyib, Mehriban Əliyeva xanım bilmir belə elə. Mübahisə düşüb, Bəylər Əyyubovdan onun yerinə təyin olunan Fərid Əsgərov arasında mübahisə düşübdür. Və Fərid Əsgərov, bəylər qoca kişidir, İtalyan kimi yıxılıbdı, yıxılan kimi də şalvarını batırıbdı. Zaten pampers giyinir, pampersi batırıbdı. İtələşiblər də. Fərid Cavanoğlan o da qoca ki, İtalyan kimi yıxılıb, altını batırıb pampersi. Təzdən girib maşına, görüb ki, Almanya prezidentinin yanında olan mühafizəçilər bu biabırçılığı gördü. Fərid Əsgərov təzdən biraz abırına utanıbdı. Həyasızlıq eləyən, çığır, bağır salan Bəylər Əyyubovu boş veribdi. Və bəylər girib maşına tez pampersini çıxardıb, dəyişib təzdən götü davanına dəyə-dəyə prezidentin arxasından qaçıb və hamınız da yəqin ki gördünüz. Və dəyərlənmədələrim nəsə çox skandal gedir. Prezident mühafizəsi iki yerə bölünüb. Mehribançılar, Fərid Əsgərovçular və bəylərçilər. İnanın ki bir-birini qırırlar. Bircə nə qalıb? Bunların atılmağı qalıbdı. O da yaxında olsa heç şaşırmaram. Deməli dəyərlənmədələrim, dəyərli soydaşlar, prezident mühafizəsinə qırğın getməkdə olsun, gəlin keçək. Başqa məsələ, Almanya prezidenti İlham Əliyevin yanına niyə gəldi? Azərbaycan niyə gəldi? Ermənistana gəldi və sonra da Azərbaycana gəldi ki, sülhə qol çək. Sülhə qol çək. Tarix boyu Almanlar türklərlə yaxşı keçinibdi. Neytrallığını qoruyubdu. Sülhə qol çək Ermənistanla. İkinizi də Avropa Birliyinə, təcili Avropa Birliyinə aldırım. Almanya prezidenti Steinmeier belə deyibdi. Və İlham Əliyev deyib, mən ölkə üçün qərarları, belə qərarları mən verəmərəm, mən gərək Putinə deyəm. Deyib ki, Putinə dedinsə, Putinlə məsləhət aldınsa, bu mümkün olan şey deyil. Yəni, dəyərləmətələn, bu belə. Oğluma atasız qız almaram deyən, bilirsiniz ki, o aparıcı var idi, Nigar, ölkəni də tərk eləmək istəyir. Və o şeyxin uzun müddət sevgilisi olubdu və şeyxdən də bir qızı var, onu hamıdan gizlədir, anası saxlayır. Bunu da dedim, biləsiniz. Əzəmətlərin dəyərli soydaşlarım, bütün dünya medyası dağıldı. ABŞ əlavə dəyər vericiləri artırdı. Ölkəsinə gələn əlavə dəyər vericiləri artırdı Trump, ABŞ, Amerika. Və dəyərli vətənlərim, çox dəhşətli Amerikada inflyasiya gedir. Amerika birjaları tamamilə məhv oldu, çöktü. Hamını, deməli, London birjalarına üzünü çevirdi. Bütün Avropa, bütün Kanada, İngiltərə, hətta Çin çox məhsulları artıq dedi almıram. Dedi ki artıq almıram, çox məhsullar mənə lazım deyil. Amerikada vəziyyət çox gərgindir. Əcəba bu Trump Amerikanın axırına çıxdı mı? Mən bu barədə geniş söhbət eləyəcəyəm. Değerli soydaşlarım, bildiğiniz kimi Almanya'da da BMW, Volkswagen ve Porsche deməli şirkətləri artıq bugündən sonra Porsche tamamıyla BMW ile Volkswagen ise 90% hərbi texnikalar, hərbi maşınlar, zirehli maşınlar istehsal edəcək. Değerli vətənlərim, Amerikanın bu hərəkəti Avropanı, ən əsas da Almaniyanı çox gücləndirdi və çox dəhşətli proseslər. 3-cü Dünya Savaşı qapının ağzındadır. İlham Əliyev də sizi Rusiyanın, Putinin əmrinlə Zəngəzura soxub, qırdırmasa hər şey yaxşı olacaq, hər şey gözəl olacaq. Hər şey gözəl olacaq, bir dənə İlham Əliyevdən özünüzü gözləyin. Gəlin canlı yayma.